Salam dostlar, bugün keçən dəfəki videomuzun davamını çəkirik. Deməli, mürəkkəb isimlər. Biz dedik ki, isimlərin quruluşu 3 növ var. Sadə, düzəltmə, mürəkkəb. Təkcə isimlərin yox, digər nitq hissələrinin də quruluşu 3 növ var. Bir dənə köməkçi nitq hissələrindən başqa. Köməkçi nitq hissələri 3 növ olmur, 2 növ olur. Sadə, bir də mürəkkəb olur köməkçi nitq hissələri. Amma əsas nitq hissələri həm sadə, həm mürəkkəb, həm də düzəltmə ola bilər. Düzəltmələrə aid şəkilçiləri keçən dərsimizdə yazdırmışdım. Deməli, adlardan düzələn isimlər var, bir də feillərdən düzələn isimlər var. Biz adlardan düzələn isimləri də keçən dəfə ikiyə bölmüşdük. Milli şəkilçilərlə alınma şəkilçiləri. Amma yəni onları ayrı-ayrı öyrənməyə ehtiyac yox deyil. Adlardan düzələnlərin hamısını başdan ayağa öyrənin. Çünki milli və alınma sözlər, alınma milli şəkilçilər imtahanlara düşmür. Ona görə özünüzü yorub, yəni ayırt eləməyin də olar. Sadəcə mən özüm ayırt elədim ki, bəlkə kiməsə lazım olar. Sonra mürəkkəb isimlər. Mürəkkəb isimlər özləri də iki yerə bölünür. Bitişik yazılan mürəkkəb isimlər var və defislə yazılan var. Yazırıq bir bitişik yazılan. Biz normalda deyirik ki, mürəkkəb isimlər bitişik yazılan var, defislə yazılan var, bir də ayrı yazılan var. Amma isimlərdə ayrı yazılan mürəkkəb isim yoxdur. Ancaq ya bitişik yazılan var, ya da defislə yazılan var. Gəlin birinci bitişik yazılanları öyrənək. Bitişik yazılanlar yazaq. Bitişik yazılanlar müxtəlif cür yarana bilərlər. Məsələn, gəlin yazaq A variantı. Necə yarana bilər? Məsələn, deyək ki, iki müxtəlif mənalı söz birləşir. İki müxtəlif mənalı söz birləşir. Siz yazarsınız ardına. İki müxtəlif mənalı söz birləşir. Məsələn, deyirəm ki, istiot. İstiot sözündə isti ilə ot sözünün heç bir mənası var. Bir-birindən əlaqəsi varmı? Yoxdur. İsti sifətdir, ot isimdir. Yəni ikisi də ayrı sözdür. Mürəkkəb olanda bilirsiniz də, ya bir kök olur, ya iki kök olur, ya da ki, müxtəlif köklər ola bilər. Yəni mürəkkəb olması üçün gərək çoxlu kökü olsun. Yəni biz bundan sonra əgər bunu da görsək, məsələn, bunu görüb düzəltmə götürə bilmərik, ha. Bu düzəltmənin, yəni burada 2-3 dənə kök varsa, avtomatik olaraq o mürəkkəb götürülür. Baxın, mürəkkəb 2 dənə söz birləşdi. Bir də başqa necə birləşdirə bilərik? Bir də başqa sadə və düzəltmə sözün birləşməsi ola bilər. Sadə və düzəltmə sözün birləşməsi. Mən uzun yazmıram, vaxtımız getməsin deyə siz yazarsınız. Sadə və düzəltmə sözün birləşməsi. Məsələn, deyirəm ki, 5 illik. 5 illik sözündə baxırıq bura. 5 sözün köküdür. Daha doğrusu burada 2 rəngi var. 5 və il. İl bilirsiniz də nədir? 12 aydan ibarətdir. İllik, lıqlik isimdən isim düzəldən. Əslində illik, aylıq bunlar sifət gedir. Yəni gördüyünüz kimi lik burada leksikdir. Qrammatik şəkilçilər bilsiniz onlar hansılardır? Cəm şəkilçilərdir, hal şəkilçilərdir, sonra mənsubiyyətdir, zamandır. Bunlar məsələn xəbərlik şəkilçisi axırda cümlənin sonunda olur dır, dir. Bunlar qrammatikdir. Qalan hamısı leksikdir. Yəni bunlar leksikdir, yeni söz yaradır. İl, nə, illik, hansı məsələn. Yeni söz yaratdı, düzəltmə söz. Baxın gördünüz, burada sadə ilə düzəltmə birləşdi. Baxın, bu sadədir, 5 sadə sözdür. İllik də düzəltmə sözdür. Birləşdi, oldu mürəkkəb söz. Sonra ha şəkilçisi. Ha bir də a var da. Ha, a bitişdiriciləri ilə. İndi yazaq məsələn qaçaqaç. Qaçaqaç sözünü siz çox görürsünüz. Yəni qaçaqaç orada qaçı görüb feil götürməyin. Düzdür, qaç nə et feildir. Amma qaçaqaç burada, qaç burada a var ha. Bu a şəkilçisi artıq nə yaratdı? Mürəkkəb söz yaratdı. Bu a mürəkkəb söz yaratdı. Çünki 2 dənə kökü birləşdirdi. 2 dənə kökü olanda avtomatik ha-ya da yazaq gəlin. Məsələn gəl ha gəl. Gəl ha gəl. Gəl ha gəl. Baxın gəl. Nə ilə birləşdi? Ha ilə birləşdi, oldu mürəkkəb isim. Yaxşı. İndi bir də ki ağa sözü olan
Bəy, xatun sözləri ilə. Xatun. Unu. Xatun sözləri ilə. Sözləri ilə. Düzəldə bilərik. Məsələn, deyirəm ki, Gülağı. Gülağı adam adıdır da, elə deyil, bu birləşir. Güllə ağa, bu mürəkkəb sözdür. Məsələn, Aləmşah. 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 Gördünüz, 2 dənə isim birləşdi. Sonra biri də var əslində. Burada da 3 söz də birləşə bilər. Məsələn, ya onu deməyək. Mənsubiyyət şəkilçini deyək. Mənsubiyyət şəkilçisi söz ilə. Yət. Şəkil. Şəkil söz ilə. İlə. Məsələn, deyirəm ki, Meşəbəyi. Meşəbəyi sözündə meşə isimdir, bəy isimdir, i. Elə bil ki, meşənin bəyi. Meşənin in orada yəlik olur. Meşənin bəyi yəlikdən sonra dedik ki, gələn söz mənsubiyyət şəkilçisi olmalıdır. Məsələn, ayaqqabı. Ayaqqabı sözü çox qabağımıza çıxır. Ayaqqabı. Ayaq, kök, qab, kök. I da mənsubiyyət. Elə bil ki, ayağın qabı. Ayağın, ın, yəlik. İndi onu yazmayıb da burada. Beynimizdə fikirləşir. In, yəlik. Ayağın qabı. Yəlikdən o sonraki söz qabı. Oradakı qab sözündən I şəkilçisi artıq olur mənsubiyyət. Belə. Yəni 3 sözdən də ibarət ola bilər. 3 sözdən ibarət. Məsələn, əl, üz, yuyan. Burada 3 sözdən ibarət. Əl, üz, bir də yumaq. Andakı fe'li sifət şəkilçisidir. Artıq orada ona çox dərinə getmək istəmirəm. Defislə yazılanlar yazaq. 2 qoyaq. Defislə yazılanlar. Yazılanlar. Defislə yazılanlara məsələn, eyni sözün təkrarı ola bilər. Eyni sözün təkrarı. Eyni sözün təkrarı. Məsələn, deyirəm ki, aşıq, aşıq. Aşıq, aşıq. Eyni söz olanda defislə yazılır. Məsələn, deyirəm ki, top, top oynadıq. Top, top oynadıq. Burada 2 söz yanaşı gəlir. Top nədir? İsim. Bu da isim. Ümumi isimdir və defislə yazdıq. Məsələn, deyirəm, əks mənalı sözlərin birləşməsi. Əks mənalı sözlərin birləşməsi. Siz yazarsınız ardına. Əks mənalı sözlərin birləşməsi. Məsələn, deyirəm ki, eniş, yoxuş. Bunlar bir-birinə əks mənalıdır. Antonimdir. Eniş, enmək, eniş. Bir də yoxuş. Eniş, yoxuş. Olur əks mənalı sözlər bir-birinə. Məsələn, mənalı olmuş olur. Yaxın mənalı sözlərin birləşməsi yazırsınız. Yaxın mənalı sözlərin birləşməsi, məsələn, deyirəm ki, qapı, pəncərə. Bayaq dedim, qapı, pəncərə. Qapı, pəncərə, yəni sinonim deyil ha bunlar. Qapının yerinə pəncərə qoyamarıq, pəncərənin yerinə qapı qoyamarıq. Sadəcə bir-birinə bir qədər yaxındır da, yəni qapı ilə pəncərə bir-birinə yaxındır. Məsələn, toz torpaq, bunlar bir-birinə biraz yaxındır. Toz torpaq, bunlar defislə yazılacaq. Toz torpaq. Toz torpaq. Sonra, məsələn, toyuq cücə də deyə bilərik. Buna birini də deyək. Əks mənalı, məsələn, dost, düşmən. Dost, düşmən. Bunlar bir-birinə əks mənalıdır. Gördünüz? Bunlar oldu mürəkkəb söz. Defislə yazıldı. Sonra tərəflərin biri ayrılıqda işlənə bilməyən. Yazın. Tərəflərin biri ayrılıqda işlənə bilməyən. Videonu dayandırıb yazın. Tərəflərin biri ayrılıqda işlənə bilməyən. Məsələn, deyirəm ki, çör, çöp. Çöpü işlədə bilərik ayrılıqda. Amma biz çörü işlədə bilmərik. Elə bir söz yoxdur. Ancaq çör, çöpü bir yerdə işlədə bilərik. Məsələn, deyirəm ki, kağız, kuğuz. Kağız, kuğuz. Kuğuz sözü heç görmüsünüz? Yox. Kağız sözünü amma ayrılıqda işlədə bilərik. Amma bunları bir yerdə işlədib mürəkkəb söz yarada bilərik. Defislə yazırıq da onu da. Sonra
Sonra belə yəni əsas bunlar idi. Belə. Yəni qabağınıza bir də ki vitse sözü falan ola bilər. Vitse. Vitse sözü, sonra ex sözü, ex sözləri ilə və s. sözləri ilə birləşən, sözləri ilə birləşən. Məsələn, deyirəm ki, vitse prezident. Vitse prezident. Baxın, vitse prezident. Bunlar olur mürəkkəb sözlər. Məsələn, deyirəm ki, ex-prezident ya da ex-prezident. Ex. Ex yəni köhnə deməkdir. Ex-prezident. Yəni bunlar defislə yazılır və mürəkkəb sözlərdir. Yəni mürəkkəb sözlər bu qədərdir, çox deyil. Yəni bu qədərdir qaydası cəmi. Belə yəni. Gələn dərsimizdə də hallara keçərik. Sağ olun, özünüzə yaxşı baxın.